Kimə baş əyirsən? Züleyxa xanıma, Putifarın sarayının əzəmətli xanımına. Nə cah cəlalı, nə də gözəlliyi qalan xanıma. Hər şey tükənib. Xanım, özünüzü bu qədər məzəmmət eləməyin. Siz bizim üçün həmişə Züleyxa xanımsız. Hər gün həmişəkindən daha əziz. Kaş ki gələydiz. Bugün Amunhotepin dəfn mərasimi idi. Xəbərim var idi, amma hövsələm yox idi. Bir də ki, mənim üçün nə fərqi var? Bu Amunhotep, ya başqa Amunhotep. Amma iştirak eləməliydiniz. Misirin bütün şərəfəti xanımları oradaydı. Mənim qəlbimdə yalnız bir qəm evi var. Başqalarının qəminə şərik olmağa taqətim yoxdur. Bəs sabahki mərasimi neyniyəcəksiniz? Tac qoyma mərasimini deyirəm. Orada iştirak eləmək fikriniz var? Vay! Sabahki mərasimdə iştirak eləməyə məcburam. Amma bəzənib düzənməyə, geyinib keçinməyə hövsələm yoxdur. Vay! Aynafred, indi Misirin birinci xanımı Nefertiti sayılır. Hə, özü də çox gözəldir. İndi görəcəksən Mərit Hatun. Bu Züleyxa da bu günə qalıb. Görürsən özünü nə günə qoydu? Eşitmişəm ki, 4-cü Amunhotep Amunun tanrılığına qətiyyən inanmır. Bəs niyə hökümdar Alixmaxnun da onun başına tac qoymasına razılıq verir? Bu bir mərasimdir, çarəsi yoxdur. Qədimdən bugünə dək başgahın və Misirin əzizi bu yerdə hökmdarın başına tac qoyublar. Əminəm ki, 4-cü Amunhotepin hakimiyyəti dövründə Misirdə çoxlu dəyişikliklər olacaq. O Amuna və məbədin tanrılarına inanmır. Elə bu da ona çətinliklər törədəcək. Ey Nilin müqəddəs ərazilərinin tanrıları, ey Misirin açılmamış sirlərinin, möcüzələrinin tanrıları, ey tanrıların
tanrısı Amun, ey fironlara, hökümdarlara qüdrət, Nilə müqəddəslik və bərəkət, Misirə əzəmət, onun hərəmlərinə möhkəmlik bəxş eləyən Amun. Bizim cavan hökümdarımız qüdrətli 4-cü Amonhotepə bütün fironların qüdrətini, müqəddəs Nilin bərəkətini, Misirin əzəmətini, bütün hərəmlərin möhkəmliyini inayət et. Onu düşmənlərin qarşısında, eləcə də onunla əhd peyman bağlayıb, sonradan vəfasız çıxıb, xəyanət eləyib, çevriliş eləyənlərin üzərində Britaniyadan və Hicazə qədər ona üstünlük, imperatorluq və ağalıq bəxş elə. Bütün tanrılara ona himayəçi qərar ver. Afərin İsmud. Sən bu evi tikməklə öz məharətini göstərdin. Mən bundan əvvəl memar idim. Misirdə çoxlu binalar tikmişəm. Bizim elə hamımız sənin kimiyik. Dünyanı qururuq və sonra da bu dünyanı qoyub gedirik. Bir mühüm xəbər var Yüzərsiv. İnsanlar üçün dünyada ən mühüm xəbər ölüm və məhv olmaqdır. Elə deyil. Bəli, elədir. Hə, 3-cü Amonhotep dünyadan gedib. İndi 4-cü Amonhotep fironluq taxtına əyləşib. Bunu elə indicə yemək və çörəyin yükünü boşaldanda əskərlərdən eşitdik. Taxt və hakimiyyət miniyi həmişə sabitdir. Yalnız ona minənlər dəyişirlər. Bir gün 1-ci Amonhotep, o biri gün 2-cisi, daha sonra 3-cüsü. Bugünsə 4-cü Amonhotep. Mən uşaqlığında onu görmüşdüm. Güman eləyirəm ki, öz sələflərindən daha xeyirxah olacaq. Eşidirsən İsmud? 3-cü Amonhotep də öz müvəqqəti evini tərk edib getdi.
İrəli. Kimsiz? Gecənin bu vaxtı nə istəyirsiniz? Hökmdar 4-cü Amunhotepin tərəfindən gəlmişik. Cənab Alixmaxuya xəbər gətirmişik. Biraz gözləyin, cənab Padyamuna xəbər verim. Gecənin bu vaxtı nə olub? Nə istəyirsiniz? Misirin hökmdarı 4-cü Amunhotep yuxu görüb. Yuxusunu yozdurmaq üçün cənab Alixmaxunu saraya dəvət eləyir. Siz gedin. Elə indicə cənab Alixmaxuya xəbər verərəm. Yola düşün. Cənab, əgər halınız yaxşı deyilsə, mən Horemhopdan üzrxahlıq eləyib, xəstə olduğunuz üçün saraya gələ bilmədiyinizi ona çatdıraram. Yox, ehtiyac yoxdur. Potifar hələ bu vaxtacan öz hökmdarının əmrlərini yerinə yetirməkdən bir an belə çəkinməyib. Xəstəlik işdən boyun qaçırmaq üçün əsaslı bəhanə ola bilməz. De görüm nə məsələdir? Bilmirəm. Horemhop deyirdi ki, mühüm məsələdir. Görürsən gecə yarısı yuxumuzu necə haram elədilər? Məyər cənab Amunhotep yuxusunu səhər tezdən yuxu yozanlara danışa bilməzdi? Yuxu yozanlardan bir neçəsinə xəbər verin ki, bizimlə birgə saraya gəlsinlər. Tez olun. Cənab Putifar və baş kahin Alixmaxu daxil olmaq üçün icazə istəyirlər. Salam olsun tanrıların hökmdarı cənab Amunhotepə. Salam olsun sizə. Cənab əmir, narahat olduq. Nə baş verib? Ümidvaram ki, xoşa gəlməz hadisə baş verməyib. Qəribə bir yuxu görmüşəm. Bəlkə də xoşa gəlməzdi. Bəlkə də yox. Ola bilər ki, heç yozumu da olmasın. Hökmdarın yuxusunun yozumu yalnız xeyir və yaxşılıq ola bilər. Hər halda yuxu yozanların ardınca adam göndərmişəm. İndilərdə çatarlar. Hər nədirsə, məni bəlkə narahat edib. Binarus, sənin yuxunun mənası budur ki, 3 gündən sonra öz peşənə qayıdacaqsan. Amunhotepin saqisi kimi izzətə layiq olacaqsan. Binarus! Bəli, cənab. Məyər sən bizim şərabdarımız deyilsən? Xidmətinizdəyəm, cənab. Bəs şərabın hanı? Amma səni Apupis 3 gündən sonra dar ağacından asacaqlar. Quşlar cəsədini didişdirib yiyənə qədər dar ağacından asılı qalacaqsan. Yuzarsif. Ah.
Mən onu necə də Amunhotepin yadına salmamışam. Artıq 7 il keçib. Bağışlayın, xanım. Mən əmirin yuxusunu yozmağın yolunu çox yaxşı bilirəm. Əgər icazə versəz... Yuxu yozanlar gəldilər. Sənin yuxu yozmağına ehtiyac yoxdur. Salam olsun Misirin hökmdarı, Tanrı Amunhotepə. Bunlar Misirin ən böyük falçıları və yuxu yozanlarıdır. Cənab əmirdən xahiş edirəm ki, məbədin yuxu yozanlarının qüdrətinin şahidi olmaq üçün yuxusunu danışsın. Yuxuda gördüm ki, dalğalanmış Nildən 7 kök inək çıxıb, sahildə otlamağa başladılar. Bundan sonra Nil çayı qurudu. Bu vaxt torpaqdan həmin sayda arıq inəklər çıxaraq, əvvəlkiləri yeyib, tamamilə yox elədilər. Əgər cənab əmir icazə verərsə, yuxu yozanlar bir qədər məsləhətləşsinlər. Eybi yoxdur. Nə qədər istəyirlər, fikirləşsinlər. Aydındır ki, bu yuxunun çox dərin mənası var. Sizlərdən kimsə bunu yoza bilər? Bu mənasız və yozumsuz yuxu deyil. Amma ağlıma bir şey gəlmir. Niyə susursuz? Hələ ki ağlımıza bir şey gəlməyib. Deyin ki, qarışıq yuxudur. Oldu. Bizim nəzərimizcə, cənab Amunhotepin yuxusu qarışıq və mənasızdır. Pərişan və qarışıq yuxulardandır. Qarışıq yuxularınsa mənim ağam yozumu olmur. Yaxşısı budur, yuxumu yoza bilmədiyinizi etiraf edəsiz. Hər bir ağıllı adam bunun mənalı və yozumlu yuxu olduğunu başa düşər. Cənab əmir həzrətləri bizim yuxu yozanlarımızın qüdrətli olduğunu bilirlər. Mənim onların bacarığına heç bir şübhəm yoxdur. Əgər cənab hökmdarın yuxusunun mənası olsaydı, deyərdim. Mən sizdən yuxumun yozumunu istəyirəm. Siz mənə düzgün cavab verməlisiniz. Sakit olun cənab hökmdar. Bu sağlamlığınıza ziyandır. Mən cənab hökmdardan sizin üçün möhlət istəyə bilərəm. Şübhəsiz ki, yuxumun bir mənası var. Amma bunlar o qədər fərsizdirlər ki, mənim yuxumu yozmağa ləyaqətlərə çatmaz. İndi ki, Tiyya xanım dedi, sizə möhlət verirəm. Amma gərək bu yuxu tezliklə yozulsun. Heç olmasa bir söz deyəydiniz, heç olmasa bircə kəlmə deyəydiniz ki, buradan üzü qara getməyəydi. Görəsən bunlara cənab Yüzarsifin bu yuxunu yoza biləcəyini deyim. Amma yox,
Yox, axı bunların heç biri Yüzarsifin dostlarından deyil. Nefertiti xanım qoymadı. Əgər icazə versəydi, mən deyərdim. O elə bildi ki, sən özün yuxunu yozmaq istəyirsən. Aydın məsələdir ki, o səni yuxu yozan kimi tanımır. Niyə başqalarına demədin? Məsələn... Kimə deyəydim? Yüzarsifi zindan atdıran o Putifara? Yaxud onun qanını osamış Alixmahuya? Hər halda çalış ki, fürsət olan kimi əmrə Yüzarsif haqqında xəbər verəsən. Bunu mütləq eləyəcəm. Bu işi 7 il bundan əvvəl eləməliydim. 7 il bundan əvvəl mərhum əmirin huzurunda mən Yüzarsifi xatırlamalıydım. Bilmirəm, niyə unutmuşam. O məni təkallahlığa dəvət elədi. Mənim yuxumu elə yaxşı yozdu ki, o qədər mehir, o qədər məhəbbət, o qədər lütf. Amma mən onun kiçik bir istəyini belə unutdum. Özü də Peyğəmbərin istəyini. Lənət olsun mənə. Lənət olsun mənə. Ondan necə üz-üzə gələcəm? Binarus, doğrudan da bu unutqanlığı bağışlamaq mümkün deyil. Axı sən Yüzarsifin bu istəyini necə unuda bilərsən? Buna heç şübhəm yoxdur ki, bu unutqanlığa lənətlənmiş şeytan səbəb olub. Amma mən bu səhvi düzəldəcəm. Düzəldəcəm. Asanlıqla başa düşmək olur ki, həmin buğda sümbülləri inəklər haqda gördüyüm yuxuya bənzəyir. Həmin 7 kök inək göyərmiş buğda sümbülüdür. Arıq inəklərsə saralmış sümbül. Mən 2 gecə ardıcıl olaraq bu yuxunu 2 müxtəlif şəkildə görmüşəm. Nədir? Siz yenə də pərişan və qarışıq yuxudur deyib, yuxunun yozumundan boyun qaçıracaqsınız? Mən yuxumun mənasını bilmək istəyirəm. Əgər bacarmırsınızsa etiraf edin ki, sizlə neyniyəcəyimi bilim. Əgər mənim yuxumu bu gecə yozmasaz, hamınızı cəzalandıracağam. Sizin yuxunuzun dərin yozum olduğuna şübhəm yoxdur. Amma bunlar bilmirlər. Bəs onda neyniyək? Əgər yuxunu yozmaq mümkün olmasa, onda bunları tənbih edin. Bu, məbədin kahinlərinin və yuxu yozanlarının qürurunu qırmaq üçün çox yaxşı bir bəhanə ola bilər. Siz yuxunuzdan bu cür faydalana bilərsiniz. Mən onsuz da onların yuxumu yozacaqlarına inanmıram.
Xanım, icazə verirsiniz. Nədir? İstəyirsən hökümdarın yuxusunu yozmağın yolunu bildiyini deyəsən? Bəli, xanım, elədir. Binarus, sən bu işə qarışma. Əmrin qəzəbini biraz da artırma. Bu yuxunu yozmaq çox çətindir. Biz bu yuxunu yoza bilmədik. Yəni onu yozmaq çox çətindir. Sərvərim, bir gecə möhlət istəyirik. Mən özüm sizin canınızı alacağam. Siz məbədi rüsvay elədiniz. Amun məbədinin yuxu yozan və cadugərləri cənab hökümdarın huzurundan bir gecə möhlət istəyirlər. Heç bir möhlət olmayacaq. Neçə illərdir yiyib yatırsınız ki, gərəkli anlarda dərdə dəyəsiz. Mənim yuxum elə bu gecə yozulmalıdır. Cənab hökümdar, bunlar Misirin ən tanınmış cadugər və yuxu yozanlarıdır. Əgər möhlət versəz, şübhəsiz ki, yozarlar. Boş-boş danışma başkahin. Bunlar bir ovuc müftəxorlardır ki, sıçan kimi qızıl sikkə yığmaq və Misir cəmatının kökünü kəsməklə məşğuldular. Elə fərsizdilər ki, lazım gələndə heç tip sinitləri kimi hürməyi də bacarmırlar. Siz əsəbləşməməlisiniz, yoxsa xəstəliyiniz şiddətlənər. Görərsiz, bugün bunları ya dil açıb yuxumu yozmağa, ya da şallaq altında hürməyə vadar eləyəcəm. Ehtiyatlı ol, cənab Alixmahu. Bugün heç kim mənim əlimdən xilas ola bilməyəcək. Onları bundan artıq himayə eləmə. Sizdən xahiş eləyirəm, özünüzə hakim olun. Halınız pisləşə bilər. Bunların hamısını zindana aparın. Yalnız yuxum yozulandan sonra azad olacaqlar. Xanım, bəlkə icazə verəsiz. Nə olub? Yenə nə deyirsən? Xanım, mən bu müşkülün çarəsini bilirəm, amma danışmağa icazəm yoxdur. Cənab əmir çox qəzəblidir. Yəni sən yuxu yozumunu bilirsən? Yox, mən bilikli yuxu yozan tanıyıram. Binarus, indi vəziyyət ağırdır. Faydasız söz desən özünü işə salarsan. Mən həmin yuxu yozanın bu müşkülü həll eləyəcəyinə tam əminəm. Xanım, xahiş edirəm, mənə danışmağa izin verin. Aparın onları. Axı bizim günahımız nədir? Amunhotep, oğlum, nə edirsən? Bunlar Amun məbədinin kahinləridir. Aparmağa qoymayın. Biraz səbr eləyin, cənab. İcazənizlə Binarus sizə bir söz demək istəyir. Bizim günahımız yoxdur. Bizim günahımız Bırakın yoxdur. De, Binarus, dinləyirəm səni. Mən cənab əmirin müşkülünün çarəsini çox yaxşı bilirəm. Sən bizim yuxunu yozmağın bir yolunu bilirsən? Bəli, cənab. Utandırıcıdır.
Gedin özünüzü Nil çayında boğun. Amun məbədinin yuxu yozanları, cadugərləri susur. Amma bizim saqimiz Binarus çıxış yolu tapır. Yaxşı. O kimdir Binarus? O bir İbrani quludur. İndi zindandadır. Zindanda olan İbrani qulam? Böyük hökümdar. Apupislə zindanda olanda hər ikimiz yuxu gördük. Və həmin cavan məhbus mənim yuxumu zindandan azad olacağım kimi yozdu. Apupisin yuxusunu isə onun dar ağacından asılacağı kimi. Bu yuxunun hər ikisinin yozumu 3 gün sonra baş tutdu. Binarus, heç hökümdarı ələ salmağın cəzasının nə olduğunu bilirsən? Arxayın olun hökümdarım. Arxayın olun. O nə deyir Putifar? Putifar? O, düz deyir, hökümdarım. Zənnimcə mən də həmin cavanı tanıyıram. Sabahacan mənim yuxumu yozmağa möhlətiniz var. Gedin, siz Nilin kənarında otlayan inəklərin peynindən də üfunətlisiz. Gedin! Sabahacan sizdən yuxumun yozumunu istəyirəm. Eşitdiniz? Vaxt itirməyin. Elə bu gecə Horemhopla Zavira zindanına gedib, yuxumun mənasını soruşun. O məhbusun adı nədir? Yüzarsif. İbrani dilində onu Yusif deyə çağırırlar. Tanış addır. Əgər səhv eləmirəmsə, neçə il əvvəl Putifar üçün bu adda bir uşaq almışdım. Zavira zindanı. Yola düş. Kimsən? Gecə vaxtı nə istəyirsən? Əmir Keydamına çatdır ki, Horemhop gəlib. Məni şəxsən hökümdar 4-cü Amunhatep göndərib. Gözləyin, cənab əmir. Əmir Horemhop içəri keçmək üçün icazə gözləyir. Hərəkət elə. Gecənin bu vaxtı cənab Horemhopu bura gətirən nədir? Bu hökümdarın əmridir. Gecə ya gündüz. Fərqi yoxdur. Binarus, yenə nə xəta eləmsən? Yenə də zindan? Yox. Yüzarsifi görməyə gəlmişəm. Məni bura cənab əmir göndərdi. Lap yaxşı. Gedək.
Salam olsun Allahın nəbisi Yüzarsifə. Allahın salamı olsun sənə. Kimsən? Neynirsən? Mənəm. Binarus. Unutqan Binarus. Qədir bilməz Binarus. Binarus. Bəsdir. Bu nə sözlərdir deyirsən? Məni bağışla. Bağışla məni. Sənin kiçik xahişini yerinə yetirməyə səhlənkarlıq eləmişəm. Utandığımdan səndən necə üz-üzə gələcəyimi bilmirdim. Utanmağın əsassızdır. Mənim istəyimi unutmalıydın. Sənin unutqanlığın heç də hikmətsiz değildi. Həm yaxşı dostlar tapdım, həm də ibadət və özümü islah üçün yaxşı fürsətim oldu. Binarus, nə əcəb Zavira zindanını yada saldın. Nə oldu ki, Yüzarsif'i xatırladın? Deyəcəm. Yüzarsif, məni bura Misirin hökmdarı cənab Amunhotep göndərib. Yuxu yozumu üçün gəlmişəm. Misirin bütün cadügər və falçıları Amunhotepin yuxusunu yozmaqda aciz qaldılar. Əgər əmir yuxu görməsəydi, bəlkə hələ də siz yadıma düşməyəcəydiniz Yüzarsif. Yaxşı, danış Binarus. Yüzarsif, hökmdar yuxuda görüb ki, 7 kök inəyi 7 arıq inək udub və 7 yaşıl, göyərmiş sümbül 7 saralmış sümbülün vasitəsilə məhv olur. Tək olan Yaradanın izni və iradəsi ilə bu yuxunun yozumu məndədir. Amma siz bu yuxunun nə qədər ki Amunhotep sizi zindandan xilas eləməyib, yozmayın. Allah yuxu yozma elmini belə bir gün üçün mənə öyrədib. Yaxşı işin müqabilində muz tələb eləmək cömərtlikdən uzaq işdir. Hökmdarın yanına qayıtdıqda de ki, qarşıda 7 il bolluq və nemət gözlənilir. Bu 7 ildə əkib becərin. Az miqdarda yeməyə və əkməyə istifadə eləyin. Başqa qalanını ehtiyat saxlayın. Bu 7 ildən sonra qarşıda quraqlıq və qıtlıq gözlənilir. Bolluq zamanı yığdıqlarınızı qıtlıq zamanında məsrəf eləyin ki, cəmaat çətinliyə düşməsin. Allah'ın olsun ki mənası elə budur. Mən demək olar ki, tam əminəm, cadügər və yuxu yazanların aciz qaldığı elə bu yozumdur. Mən inanıram ki, cənab əmir bu yozumu eşitməklə çox sevinəcək. Mən buna tam arxayınam. Yüzarsif, əgər başqa sözünüz yoxdursa, mən olduqca tez qayıtmalıyam. Bu dəfə də bizi yaddan çıxaracaqsan? Yox, yox. Mən elə bugün sizin yanınıza qayıdacam. Get və dostlarını unutma. Mütləq. Sağ olun. Allah amanında. Mən qayıdacam. Yaxşı. Bu sümük və muncuqlar yuxunu yozmaqda acizdirlər. Bu muncuqlar bacarmır, yoxsa sən? Baş kahin nə buyurursa elədir. Biz yuxu yozanlar öz acizliyimizi etiraf eləyirik. Bu neçə günü bizim öyrəndiyimiz yalnız olub ki, qədim Misirin keçmiş ayinlərinə görə inəyi il kimi yozublar. Hə, onda nə? Bu müşkülü həll eləmir axı. Mən həmin cavan məhbusu tanıyıram. Qorxuram ki, Amunhotepin yuxusunu yoza bilər.
Məhlə bundan əvvəl Benarusun yuxusunu necə yaxşı yozduğunu eşitməmisiniz? Mən başa düşə bilmirəm, cənab Alixmahu. İndiyədək çoxları yuxu yozub. Yuzasif də onlardan biridir. Bunun nə eybi var? Səhvə, Amonun bütün kahinlərlə birlikdə bir qulun qarşısında məğlubiyyətinin eybi yoxdur? Var. Bu cavanın adı Yuzarsifdir. O tək Allaha etiqad bəsləyir. Onun qələbəsi Amonun məğlubiyyəti hesab olunur. Çünki o Tanrı Amonu inkar eləyir. Binarus, yuxunun yozumunu gətirmisən, yoxsa yox? Axı onun çox mahir yuxu yozan olduğunu demişdim. Yaxşı, o nə dedi? Yuzarsif dedi ki, 7 kök inək və yaşıl sümbül, 7 il bolluq və firavanlığa işarədir. 7 arıq inək və 7 qurumuş sümbül isə 7 il quraqlıq və qıtlıq olacağına işarədir. Afərin. Elə budur. Bu yozum mənim yuxuma daha çox uyğun gəlir. Elə budur. Mənim bu İbrani qulamın bütün dediklərinə inamım var. Sən onu tanıyırsan? Bəli. Onun barəsində bəzi şeylər bilirəm. Binarus, bəs o məhbus bu çətinliyin qarşısını almaq və çıxış yolu barədə bir söz demədi? Dedi hökmdarım. O dedi ki, 7 il bolluq və firavanlıqda əkib becərin və ehtiyat saxlayın ki, 7 il qıtlıq və quraqlıqda ondan istifadə eləyəsiniz. Bu çıxış yolu tamamilə münasibdir. Amma buğdanı 7 il saxlamaq mümkün deyil. Onu necə saxlayaq? Bəlkə bu məhbus özü çıxış yolunu bilir. Əminəm ki, o bilir. Mən həmin İbrani qulamı görmək istəyirəm. Onu mənim yanıma gətirin. Alicənab, bu yuxunun yozumunu və çıxış yolunu gizli saxlayın. Görək məbədin kahinləri neyniyəcəklər. Şübhəsiz ki, bu cür hikmətli və dəqiq yozum Alixmahu və məbədin kahinləri üçün ciddi və amansız zərbə olacaq. Şübhəsiz ki, onlar əmrin yuxusunun yozumunda aciz qalacaqlar. Alixmahunun təhqir və məğlub olmuş çöhrəsini görmək necə də xoşdur.